Kursumuz tam praktikidir. 6 ay, həftədə 3 gün olmaqla deməli tədrislər həyata keçirilir. Buradakı əsas məqsəd də tələbəni qısa müddətdə tam belə deyim, praktiki məlumatları öyrədib teoriyadan da əlavə olaraq tələbə qısa müddətli iş həyatına atılmasıdır. Bunun üçün də belə bir plan hazırlamışıq ki, 6 ay tələbə tədrisini tamamlayır, daha sonra artıq biz onu staj proqramlarına yönləndiririk və eyni zamanda bizim karyera məsləhətçiləri də onlara karyera yönündə məsləhətlər təqdim edirlər ki, onlar gələcək həyatlarını şəkilləndirə bilsin. Bura nə daxildir? Məsələn, CV-nin hazırlanmasıdır, daha sonra intervyularda necə danışmaq lazımdır, necə hazırlaşmaq lazımdır. Bütün proseslərdə ətraflı tələbəyə izah olunur və tələbə iş tapana kimi tələbənin də yanında qalırıq. Onlara zaten təqaüd şansları təklif edirik ki, hansılar ki, çox güclüdür bu tələbələr, 6 ayda çox gözəl nəticə verdilər. Onlar deməli daxil olsunlar imtahan uğurla tamamlasınlar və onlara biz tam təqaüdü belə deyim təqdim eləyək, onlar da gedib təhsillərini alsınlar. Yəni o təhsil prosesində də onların yanında qalırıq axıra kimi diplomlarını alana qədər. Digər tələbələr də məsələn istəsə ödənişli şəkildə onları da yönləndirə bilirik.